Aprelin 24-də Mərkəzi Bankın sədri 9 iqtisadçı ekspertlə ənənəvi formatda görüşüb. İştirakçıların sözlərinə görə bu dəfə həmişəkindən bir qədər gərgin müzakirə olub. Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan uğurlanan pullar və s. ətrafında diskussiya gedib. Bu görüşlər ölkənin bank, valyuta və s. sahələrinə nə kimi töhfə verir və ya verəcək? Qlobal infaza danışan iqtisadçı Samir Əliyev deyib ki, adətən görüş rübdə bir dəfə keçirilir. Onun sözlərinə görə müzakirələr bir neçə saat davam edir. Stat: Məsələn, görüş müddəti 2 saat nəzərdə tutulurdu, lakin 3 saatdan çox davam etdi. Sözün yaxşı mənasında müzakirə gərgin oldu. Belə ki, fikir mübadiləsi aparıldı, əks arqumentlər gətirildi və s. Ümumilikdə bu görüşü faydalı hesab edirəm, çünki burada iki tərəfli qazanc var. Samir Əliyev devalvasiya məsələsinə də toxunub. Baxın, tez-tez mediada valyuta bazarı ilə bağlı açıqlamalar gedir. Mərkəzi Bank ondan narahatdır ki, hansısa ekspert devalvasiyanın olacağı fikrini irəli sürür və bəziləri buna inanır. Hətta buna inananlar gedib dollar alırlar. Beləliklə də çaşqınlıq yaranır. Bunlar da ona görə narahatdırlar ki, cəmiyyətdə əsassız fikirlər yaranmasın. Əgər hərracda bugün dollar daha çox satılırsa, bu o demək deyil ki, həmin valyutaya tələbat artıb. Neft fondunun öz öhdəliyi var. Onlar normadan artıq dollar satmırlar. Bəli, ola bilər ötən illə müqayisədə bu il dollar çox satılıb. Səbəb ona tələbatın olması deyil. Sadəcə satışın çoxluğu onu göstərir ki, büdcə qarşısında bunun öhdəliyi çoxdur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.